Növbəti çıxış üçün söz Əfqan Sadıqlının həbsi barədə Sevinç Sadıqovaya verilir. Sevinç xanım, Xatırə buradasınız. xanım, düşünürəm hələ qoşulmayıb, üzr istəyirəm hörmətli sədr. Sadəcə kömək eləmək məqsədi ilə daxil elədim. Düşünürəm qoşulmadığına görə digər qonaqlara söz verək. Eğer etiraz eləmirsinizsə, Növbəti Sədaqət xanımdır. Məsəl üçün, Sədaqət parlamentin üzvüdür, istənilən vaxt danışa bilər. Aybəniz xanım İlqar qonağımızdır, bir də Nizami Şahmuradov. Birinci istəyirsə Aybəniz xanıma, sonra Nizami bəyə söz verərsiniz. İndi o vaxta qədər Sevinç xanım qoşular. Mən də nəzarət edirəm, sizə bildirərəm. Çox sağ olun. Deməli, növbəti söz Sədaqət Paşayevaya verilir. Teşekkür ederim Xatirə xanım. Mən də sizi və bütün dostlarımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Xalqımızı təbrik edirəm. Sədaqət xanım, sizin kamera işləyir ya, yox? Açıqdır kamera. Sınayın. Açıqdır. Deməli, Mən nəsə siz... ötürürəm burada. Təkrar açım, qapadım mı təkrar? Açıldı değil mi? Açıldı. Buyurun. Mı? Bəli, bəli, buyurun. Mən də bütün azadlıqdan məhrum olmuş dostlarımızı tezliklə azadlığa qovuşmasını arzu edirəm. Yeni ildə xalqımıza sağlıq, firavan, ədalət gəlməsini istəyirəm. Arzu edirəm daha doğrusu. Təbii ki, bu müzakirələri eşitdikcə çox ağır bir rejimdə, çox dəhşətli bir vəziyyətdə yaşadığımız çox aydın olur. Biz uzun illərdir, yəni biz özgürlüyümüzü qazandıqdan bu günümüzə qədər bu hüquq müdafiəsində çox müxtəlif bu cür ədalətsiz məhkəmə qərarları, ədalətsiz mühakimələr canlı şahidi olmuşuq. Sadəcə biz bu vəziyyətdən çıxmaq üçün alternativləri düşünə bilmirik bir xalq olaraq, millət olaraq. Biz necə edək ki, artıq bu məsələ vətəndaşla məhkəmə sistemi arasında qalmasın. Biraz bu ictimailəşsin, biraz xalq bunu anlasın, dərk eləsin, bu proses cəlb olunsun. Çox müxtəlif formalarda bunu hər zaman müzakirə etmişik, təklif etmişik. Ancaq maalesef ki, yenə də eyni proses 30 ilə yaxındır ki, ölkəmizdə bu proseslər davam edir. Xüsusi olaraq, məsələn, biz müdafiə olan zaman vəkillər daha çox şikayət edirdilər ki, biz ümumiyyətlə hər hansı bir vəsadət veririk, qəbul etmir. Məhkəmə bizim sadəcə ora getməyimiz yaxın ailəsi üzvündən başqa heç bir vəkillik xidmətimiz bu proseslərdə heç bir rol oynamır. Biz o vaxt təklif elədik ki, bəlkə vəkillər bununla bağlı bir yerdə bir protest eləsinlər. Biz məhkəməyə getməkdən imtina edirik. Çünki məhkəmədə ümumiyyətlə müdafiə işi getmir. O prosesə qatılmamaq kimi bir kütləvi şəkildə, məsələn, bir 15-20 vəkil bir yerdə məsələn, bu uluslararası hüquq yəni insan haqları təşkilatlarına bir müraciətlər göndərilsin ki, Azərbaycanda məhkəmə sistemi yoxdur deyə. Təəssüflər olunsun ki, bu birlik də alınmadı. Hətta o vaxtlar belə yığışıb müzakirə olunurdu hər zaman. Biraz o koronadan əvvəlki müddət ərzində müdafiəçilər, jurnalistlər, vəkillər bu vəziyyəti müzakirə edirdilər. Həmin müzakirələr zamanı bunlar ortaya çıxırdı və həqiqətən də yenə daha irticacı, daha ağır bir proseslər davam etdi. Yəni biz müdafiə mexanizmlərinə təsir imkanlarımızı bilmirəm, indi bəlkə müxtəlif formalarda edə bilərdik, bəlkə mümkün idi bu, biraz geri çəkilmək, yumuşalmaları etmək üçün. Məsələn, bizim ölkəmizdəki bu məsələlər yalnız, məsələn, uluslararası insan haqları məhkəmələrinə, yalnız bir instansiya, məsələn, Avropa İnsan Haqları Məhkəməsinə gedən sənədlərlə tanış olurlar. Məsələn, tək-tək fərdi xarakter daşıyır. O kütləvi belə bir etiraz formalarını biz gerçəkləşdirə bilmədik. Buna mən çox təəssüf eləyirəm. Yəni bu çox, yəni hüquq elə bir məsələdir ki, yəni bu daim dəyişməyə, daim yəni daha alternativ, daha humanist dəyərlərin tətbiqinə tələb edir. Mütləq ki, biz bunu ancaq bu prosesdə vəkil olmalıdır və yaxud da ki, hakimin qərarından biz çıxa bilmərik deyə belə bir anlayış yoxdur. Orada insan haqları pozulursa, mütləq ictimaiyyət o prosesin içində daxil olmalıdır. Bir də biz
Ümumiyyətlə bu Tərtər hadisələri də bunun artıq kulminasiya nöqtəsi oldu, Tərtər məhkəməsi. Biz daha çox ictimaiyyəti, daha çox bu ziyalılara müraciət eləyək, bəlkə parlamentin adından ki, çünki məhkəmə hakimiyyəti ölkədə ədaləti bərqərar edən yeganə alternativsiz bir hakimiyyətdir. Yəni bu məncə icra hakimiyyətindən də vacib bir hakimiyyətdir. Yəni bunun vacibliyini həm onların özünə çatdırmaq, həm də ictimaiyyətin diqqətinə çatdırmaq ki, yəni ölkədə ədalətsizliyin tək qaynağı məhkəmə sistemidir, məhkəmə hüquq mühafizə orqanlarıdır. Biz buna təsir etmək üçün mütləq ölkənin tanınmış ziyalıları biraz kənarda qalmasınlar, onlar müdaxilə etsinlər. Məsələn, biz onlara bəlkə müraciət göndərək parlamentin adından ki, çünki bu qədər vəkillər də fədakarlıq eləyir, insanlar da özünü müdafiə etməsi üçün bütün formalardan, bütün vasitələrdən istifadə eləyir. Bu qədər ədalətsizliyə son qoymaq üçün bəlkə onlar da bu prosesin içinə gəlsinlər. Bəlkə desinlər, biz gedək, baxaq, görək nə baş verir bu. Yəni bunlar hər kəs sanki seyircidir bu ölkədə. Yalnız bir qrup fədakar insan, müdafiəçilər və eyni zamanda bizim dəyərli parlamentimizdə öz vaxtını, əməyini sərf edən dostlarımız və digər bəzi hüquq müdafiəçiləri və barmaqla sayılacaq advokatlar. Bundan başqa demək olar ki, ölkədə bu problemi sanki heç kəs narahat etmir. Məsələn, Ombudsman üstünün heç bir fəaliyyəti demək olar ki, bu prosesin içində yoxdur. Bir İnsan Haqları Məhkəməsinə bununla bağlı bir müraciət göndərək ki, ölkədə ümumiyyətlə hüquq müdafiə mexanizması yoxdur. Yəni heç bir, yəni əslində Ombudsman institutu bunun ən vacib instansiyalarından biridir. Yəni heç bir iş görmür. Biz sadəcə bunların hamısını təbii ki, biz o prosesə gedirik, onları görürük, gəlirik və onunla bağlı etirazımızı bildiririk. Biraz bəlkə bununla bağlı müzakirələr aparaq, vəkillərdən də soruşaq, hangi alternativləri təklif edirlər və biz bu sistemə necə təsir edə bilərik, bunları düşünək. Çünki bu çox vacib məsələdir. Çünki bizim həbsxanalarda çox dəyərli vətəndaşlarımız məhv olur. Xüsusilə gənc qızlar, jurnalistlər, sonra mütəxəssislər. Bunlar hamısı bizim genofondumuza vurulan zərbədir. Məsələn, onlar həyatda olmuş olsalar, açıqda olsalar, bizim dövlətimizə çox böyük xidmətləri olan insanlardılar. Xüsusilə Tərtərdən zərər çəkənlər, xüsusilə AMON zərər çəkənləri, bunlar hamısı vətən üçün canını fəda etmiş insanlardır. Bunları həbsxanaya salmaq Azərbaycan ədalətinə, Azərbaycanın təhlükəsizliyinə vurulan zərbə kimi dəyərləndirmək lazımdır. Ona görə də mən bir narahatçılığım buna ibarətdir ki, biz mütləq ölkənin tanınmış insanlarına müraciətlər göndərək. Siz belə ölkədə yaşamağı necə özünüzə rəva bilirsiniz? Məsələn, burada insanları işgəncə verirlər, burada insanlara şər atırlar, insanları ədalətsizcəsinə onları məhkəmə qərarları oxuyurlar. Məsələn, indi artıq Türkiyədə də artıq bir ənənəyə çevrilir bu. İnsanı tuturlar, şikayətini soruşur ki, sən nə üçün məni həbs edirsən, şikayət kimdəndir, deyir, gedərik, yolda sizə izah edərik. Təsəvvür edirsiniz, artıq Azərbaycan praktikası qonşu ölkələrə də təsir edir. Sanki regionda bir ənənəyə çevrilir. Yəni, insanı hangi əsasla həbs etdiklərlə bağlı ifadə də vermirlər. Yolda ifadə aydınlaşdıraraq demək nə demək yəni? Sanki orta əsrlər dövrünə saldılar bizim müdafiə işimizi, ümumiyyətlə burada dövlət-vətəndaş münasibətləri bəlkə orta əsrlərdə bundan daha ədalətli idi. Belə bir ədalətsizlik məncə bəşəriyyətin heç bir mərhələsində, heç bir tarixi formasiyasında olmayıb. Yəni, biraz həyəcan qaldırmaq lazımdır. Çünki biz mütəxəssisləri də biraz tərpədək ölkədə. Məsələn, bunlar kənarda qalmasınlar. Hər kəs bu ölkənin büdcəsinə maaş alır, nə bilim, bu ölkənin vətəndaşıdırlar, haqqı var bu insanların üzərində. Bizim bir qrup əgər fikrini ifadə edən mütəxəssisimizi həbsxanada onların ömrünü, onların ölkəyə verəcəkləri faydaları məhv edirlərsə, bir qrupu da sanki azad, daha onun üçün heç bir əsas yoxdur, daha yaxşı yaşayır. Məncə belə bir ədalətsiz bir rejimə biz etiraz edək, həm də onları da bu prosesi cəlb eləyək. Mənim düşüncələrim bu qədər. Müdafiə işini təbii ki, qanunda dəyişiklik elədilər, ona görə hüquq müdafiəsi işi də əngəllədilər. Bu da özü, Mülki Prosessual Məcəllədə ki, artıq orada məsələn yalnız yaxın qohumları müdafiə edə bilər. Bu da özü də böyük bir ədalətsizlikdir. Ümumiyyətlə bütövlükdə biz məhkəmə
hakimiyyəti ilə bağlı məsələni biraz daha çox ictimailəşdirib, daha çox digər şəxsləri bu prosesi cəlb etməyə təşəbbüs göstərməliyik. Mən düşündüklərim bu qədər. Təşəkkürlər Sədaqət.